تَأَذَّنَ رَبُّكَ لَاِنْ شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ. Şükür mövzusudur. Kur'an-ı Kerim'in üzerinde durduğu, Peygamberimizin üzerinde durduğu esas mövzulardan biridir. Ve aynı zamanda da muhterem kardeşler, qeyd etdiyim kimi kitabımızda, müqəddəs kitabımızda Elhamdülillahi Rabbil Alemin, alemlerin Rabbine həmd olsun. Niye həmd olsun muhterem kardeşler? Bizi insan olarak yarattı. فَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ve sizi şəkil verdi, şəklinizi en güzel şəkildə verdi. Ve siz hiçbir şey yokken sizi yarattı. Siz ananızın bətnindən hiçbir şey bilmediğiniz halda, görmediğiniz halda dünyaya getirdi. Size göz verdi, kulak verdi, düşünce verdi, tefekkür verdi. Dünya nimetini bəxşilədi. Bunlar üzerinde tefekkür edin. Ağıl verdi. En büyük nimetlerden biri de muhterem kardeşler, insana verilen ağıldır. Ağıl nimeti sayesinde bu kadar güzellikleri biz hayata geçiririk. Muhterem kardeşler, insan arzudan ibarettir. Arzuları bitmez. Allah-u Teala belə yaradıp ve belə de devam edecektir. Ki dünyada bir şeyi arzulayırıq hayata geçirmeye ve elde ettiğimiz şeyleri kalıcı kılmaya çalışırıq. Vəzifə əldə edirik, kim o vəzifəni əlindən getməsini istəyər? Kim mal mülk əldə edib, o mal mülkün əlindən çıxmasını istəyər? Heç kimsə istəmir. Amma biz görürük ki, o mal mülk də gedir, vəzifə də gedir. Səbəbi nədir, möhtərəm qardaşlarım? Səbəbi bilinməməkdədir. Yəni, vəzifənin qədrini bilmirsən ki, ya Rabbi, mən buna layiq olmadığım halda sən bunu mənə nəsib elədin. Hər gün özünü qınamaq ve o vəzifənin haqqı ilə yerinə yetirməkdir. Möhtərəm qardaşlar, Allah sənə vəzifə vermişdir və o vəzifənin telefon oynamaqla keçirərsən, vaxtını hədər yerə keçirərsən, xalqa xidmət etməməklə keçirərsənsə, Allah-u Teala da o nimətin alar səndən. Tələbəsən, oxumazsansa, Allah-u Teala alar o niməti əlindən sənə. Allah sənə övlad niməti verib, o övlad nimətini bilməzsən, alar. Ailə niməti verib, onun şükrünü əda edə bilməzsənsə, Allah onu sənin əlindən alar. Həqiqətən Quran-ı Kerimdə bununla bənzər o qədər ayətlər vardır ki, yəni İrəm qövmü, Ad qövmü, Səmud qövmü, Allah-u Teala onların nimətlərini hər yerdən verirdi. Göydən bildirçin əti yağırdı. Amma qədrini bilmədilər. Allah-u Teala da o nimətləri onların əlindən aldı. Ona görə də möhtərəm qardaşlar, və bişşükri tədumun ni'am, şükürlə nimət davam edir. Müminin niməti artdıkça artır. Niye? O qəlbiyle, diliyle, halıyla, əzalarıyla o Allah'a şükür edir. Əfələ akunu abdən şəkura. Şükür edici bir kul olmayın mu buyurur Resulullah sallallahu aleyhi ve sellem. Ona göre de nəfsin iki halı var. Biri səbir halı, diğeri de şükür halı. Eğer yani bir şeyi elde edebilmiriksə ona səbir edəcəyik. Haramlardan uzaq durmağa səbir edəcəyik. Nəfsin arzu və istəklərini yerinə yetirməməklə, ona qarşı gəlməklə səbir edəcəyik. Allahın verdiyi nimətləri əldə etdikdən sonra da ona şükür edəcəyik möhtərəm qardaşlar. Ailə nimətinə şükür edəcəyik, övlad nimətinə şükür edəcəyik, iş nimətinə şükür edəcəyik, Allahın verdiyi mala şükür edəcəyik, qənaət edəcəyik, onun zəkatını verəcəyik, xeyir işlərə sərf edəcəyik, xəsislik etməyəcəyik. En büyük bela da möhtərəm qardaşlar. En büyük bela nedir? Allah'ın verdiği malı haramlarda etmek. Allah-u Teala yani qapazı vurar o nimeti ama Allah-u Teala möhlət verer. Değil mi? Möhlət verer. Bu kul o haramların arkasıyla geçsin. Ondan sonra da Allah'ın yaxalaması çok şiddetli olar. Ona göre de toplumların başına bu gəlib, insanların başına bu gəlib. Ona göre de insan, xüsusilə də mümin, Allah'ın verdiği nimətləri haram yolda istifade edebilmez. Onu kumara koyabilmez, onu zinaya koyabilmez, onu faize koyabilmez. Bu Allah'ın qəzəbinə səbəb olan xüsuslardır. Ona göre de möhtərəm qardaşlar, əsas meyyarlardan biri de nedir? Şükür etmektir. Şükrün ziddi de küfürdür, küfür. İnsanların çoxu da nankördür. Bak insanda belə bir meyil var. Bir şey
verilmədiyi zaman yalvarır, amma əlinə keçdiyi andan vallə müstəkbiran, yəni nə arar? Üz çevirir. Ona görə də möhtərəm qardaşlar, yəni niməti qalıcı qılmağın əsas səbəbi o niməti özündən görməməkdir. Mənəm deməməkdir. Məsəl üçün, bax, Quran-ı Kərimdə Allah-u Teala İbrahim əleyhissalamdan bəhs edir ki, ona qocalıqda 2 övlad verdik. Ən əşkura nimət yəlləti ən'amtə aleyyə. Şükredici bir qul olur. Kənə qanitan. Süleyman əleyhissalam əvziniyə ən əşkura nimətə yəlləti ən'amtə aleyyə. Qarışqanın danışığını eşidir, deyir ki, ya Rabbi, sənə şükr edim, ya Rabbi. Və də Allah-u Teala ona mülk içində, bizim ən böyük nümunəmiz mülk içində şükr edən qul kimdir? Süleyman Peyğəmbərdir. Amma Qarun mülk içində şükür edə bilmədi, məhv oldu, mömin idi, məhv olub getdi. Bunlar Bəmullahil Məlik ilə Zəlaləm kəmən qalallahu təbarək və teala və